çətinlikdə yaratmışıq ki, əmin-amanlıq şəhərə biz insan çətinlik yaratmışıq ki, o insan özü insani bir ortamda. Əlavə şəxsi əşyalar bunlardadır. Üstündən çıxan Qurandır. Döyüş vaxtı burada yazdırdığı olaylardır. Salam, hər vaxtınız xeyir olsun, hörmətli Azərbaycan xalqı. Bu günləri Maarif Səfərovun Mövlud günüdür. Mövlud günün cənnətdə ad günü mübarək olsun. Bizim uğrumuzda döyüşüb canını fəda edib, qəhrəmanlıq göstərib. Mən bir ata kimi nə deyə bilərdi son onun sözləri? Sizə minnətdaram. Çox sağ olun. Bizlər həmişə yad edirsiniz, şəhid evlərini ziyarət edirsiniz, işıqlandırırsınız, xalqımıza da tanıtdırırsınız ki, xalqın öz milli qəhrəmanların, şəhidlərin, qazilərin. Mənim oğlumla birgə, tək mənim oğlum deyil, 3000-dən çox şəhidimiz var. Allah hamısını ruhunu şad eləsin. Allah hamısını rəhmət eləsin. Onların hamısı vətənin azadlığı uğrunda gedib. Bizim öz borcumuzda da vətənin uğrunda canımızı vermək. Allah belə qadabalanı bizdən uzaq eləsin. Allah bizim ordumuzu qorusun. Allah bizim Ali Baş Komandanımızı qorusun. Allah sizləri qorusun. Allah bu qara buludları bizim üstümüzdən uzaq eləsin. Bir də belə bir bəlaları bizə göstərməsin. Mən sizə minnətdaram. Bizə göstərdiyiniz qayğıya görə, qazimizə göstərdiyiniz qayğıya görə Allah sizi var eləsin, bizi yaduza saxladığınız kimi. Mar olun. Mən sizə Əziyyətinizi, acılarınızı mən bilirəm və buna sizə bir dəstək olmağa gəldim. Bizdə bir ictimai nəzarət təşkil olaraq, bir insan olaraq bizim hər bir vətəndaşın təbii ki, borcudur ki, şəhidləri, şəhid ailələrini ən azından ziyarət eləsin. Bu günləri yenə təkrar edirəm. Maarif qardaşımızın Mövlud günüdür. Mövludun mübarək olsun cənnətdə Maarif qardaş. Anam, zəhmət olmazsa sizlər sözlərinizi deyərdiniz. Əvvəla, Allah sizin köməyiniz olsun. Çox sağ olun. Allah sizdən razı olsun. Bizim balalarımızı yaşadıyısınız. Borcumuzdur. Bizim balalarımız cənnətdədir. Onların cənnətdə adı günü mübarək olsun. Mən Maarifimlə fəxr eləyəm. Mən Maariflə qürur duyam. Maarif cəsarətli oğlu idi, qeyrətli oğlu idi. Maarif qorxmaz oğlu idi. Maarif vətənin, anasın, millətin sevən oğlu idi. Yəni, Ali Baş Komandanımız əmr eləyəndə o heç kimə gözləmədən o getdi müharibəyə. Öz qəhrəmanlığını göstərdi, öz torpaqlarını azad elədi, 3000 şəhidlə birlikdə. Hamısının Allah ruhu şad eləsin, qəbri nurla dolsun. Mən hamıza təşəkkür eləyəm. Çox sağ olun. Maarifin anası olaraq hamıdan təşəkkür eləyəm ki, sağ olun, var olun. Daş kimi bir ictimai nəzarət təşkilatı olaraq bizim borcumuzdur ki, istər anım günündə, istər Mövlud günündə iştirak edək və öz vətəndaşlıq borcumuzu yerinə yetirək. Sağ olun. Oğlum, bizim balalarımızı yaşadıyısınız, sağ olun. Çox sağ olun. Sağ olun. Borcumuz anam, borcumuz. Sağ olun. Allah sizdən razı olsun. Siz də gəlib, çəkib, işıqlandırırsınız. Yəni, şəhidlərimizi, şəhid olublar, amma bunu yaşatmaq, yəni sizin kimi, bizim kimi dəyərli insanların bu şeyin üzərinə düşür ki, onları yaşadaq. Və siz də bugün o missiyanı yerinə yetirirsiniz. Allah sizdən razı olsun. Mənim qardaşım, demək olar ki, cənab prezidentimizin 27 sentyabr çağırışına, ondan səfərbərliyinə baxmayaraq, könüllü olaraq hərbi xidmətə yazıldı və könüllü olaraq
öz alimlik dərəcəsini ondan sonra bir kənara qoyaraq vətənin çağırışına, hökumətimizin, prezidentimizin çağırışına səs verərək könüllü olaraq cəbhələrə, döyüşlərə qatırdı və bir çox rayonlarımızın da alınmasında xüsusi olaraq müstəsna iştirak elədi və Füzulinin, Cəbrayılın, ondan sonra Zəngilan istiqamətində və Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid oldu. Qardaşımın haqqında demək olar ki, o hələ şəhidlik məqamına ucalmamışdan qabaq real həyatda da öz valideynlərinə, ondan sonra yaxınlarına həmişə mehriban, əziz bir qardaş olmuşdu, övlad olmuşdu, həmişə sevimlimiz olmuşdu, öz böyük-kiçiklik həmişə öz yerində olmuşdu və vətəni də həmişə öz anasından, valideynlərindən, yaxınlarından həmişə üstün tutmuşdu. Və bugünkü gündə də 44 günlük müharibədə də bunu birbaşa olaraq öz missiyasında sübut elədi ki, həqiqətən vətəni nə cür sevdiyini göstərdi. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, ruhlarını şad eləsin. Bugün həyatda biz varıqsa, öz işimizdə işləyiriksə, hamımızın şəhidlərimizə borcluyuz. Allah bütün şəhid yaxınlarımıza, şəhid analarımıza hamısına səbr versin və şəhidlərimizin də Həzrəti İmam Hüseyin ağamızın məqamı ilə məşhur eləsin. Və bu qədər. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Gəlmişdi. İmam Hüseyin əleyhissalam 72 nəfərlə gəlmişdi. Amma onun nə qədər qoşunu var?